Toyota Hilux 2025-ci ildir. 0 kilometr, 0 kilometrdə maşın. Hilux. Maşın benzindir. Deməli, maşının satış qiyməti 33.000 dollardır. Gördüyünüz kimi salon, avtomat korobka, benzindir. Euro 4 2025. Maşının satışda 33.000 dollara. Kim istəsə əlaqə saxlasın. Sıfır maşındır. 2 dənə mövcuddur. İkisini alana endirim olunacaq. Hilux. İstəsəz, bax, MG-lər də var. 0 kilometrdir. 13.000 dollara da bunlardır. Lükları var. Sıfır maşındır. Dəri oturacaqların təchizat olunub. Salonda elektron monitoru, elektron priboru. Maşının interyeri. MG5. Maşının satışdadır. Yəni sayda da ki, problem yoxdur. Nə qədər istəyirsiniz var maşınlar. Əlaqə saxlayın. 0 kilometr maşın istəyənlər. Deyin, alaq göndərək. Wrangler. O belə bir gözəl Wrangler var. Maşının sol tərəfində heç bir zədə yoxdur. Maşının ön hissəsində krılodi, bufirdə yüngül zədə var. Sağ tərəfi 2021 Wrangler Sport 2 motor 89.000 yol gedib 10.000 dollardan satışa çıxır. 10.000 dollardan. Maşına bir dənə arxa zapaska təkər qoyulacaq. Belə bir salonu var, bir dənə rol ayrı bak atıb. Bu bunun VIN nömrəsidir. Ağalar, baxın, Elantralar. 1, 2, 3, 4. Yəni nə qədər istəyirsiniz var. Maşınların lükları var. Gəlin salonla da tanış olaq. Salon dəri oturacaqlarla təchizat olunubdur. 12 kilometr sıfırda, yəni dəri oturacaq lükü var. Bu da iç interyeri. Orta komplektasiyadadır. Maşınların hər biri satışdadır. Hamısı 0 kilometrdir. Maşınların qiyməti 14.500 dollar. 14.500 dollara 0 Elantra. Elantra istəyənlər əlaqə saxlasın. Hyundai Elantra. Deməli, qabaq ablusovka lazımdır, fara lazımdır. Kapotun uc hissəsi də düzələcək, bir də qabaq panel lazımdır. Bu maşının sağ hissəsidir. 2023 Hyundai Elantra 2 motor 49.000 yol gedib 7.800 dollardan satışa girir. 232-ci maşında lükü var. Bu maşının arxa hissəsi, bu sağ hissəsi. Bu da sol tərəf. Bu bunun salonudur. Zolaq tanıması var. Rol ayrı bak atıb, Stanley qızdırıcısı var. Koji salondur. Bu bunun VIN nömrəsidir. Maşının lükü var. Kör nöqtədir, zolaq tanımadır var. Nissan Rogue. Deməli, qabaq ablusovka alınmalıdır, fara dumanlıdır. Bu maşının sağ hissəsidir. 2024 Nissan Rogue 1.5 motordur. 14.000 yol gedib 7.500 dollardan satışa çıxır. Panorama damdır, 201-ci maşın. Bu maşının arxa hissəsi, sağ hissəsi. Bu da sol tərəfi. Rol qızdırıcısı var. Diz altı rol ayrı bak atıb. Stanley qızdırıcıdır, rol qızdırıcıdır. Koji salondur. Sərnişin tərəf dam ayrı bak atıb. Panorama damdır. Bu bunun VIN nömrəsi. Qabaq far alınmalıdır. Ablusovkada dediyim kimi kapotun uc hissəsi o da düzələcək. Kia Soul. Maşın ön hissəsində heç bir zədə yoxdur. 2021-in soludur. 2 motorda 85.000 yol gedib 6.300 dollar start qiyməti. 160-cı maşındır. Bir dənə maşının arxa qapısında yüngül sürtüyü var, o düzələcək. O da düzələcək. Bu maşının arxa hissəsində heç bir zədə yoxdur.
Bu da maşının sol hissəsi. Maşın çox svejdir, yəni çox qəşəng maşındır. Heç bir ayrabak atmıb. Gördüyünüz kimi heç bir ayrabak atmıb. Bu bunun VIN nömrəsidir. Bu da bunun ön hissəsi. C300. Belə bir gözəl C300 var. Bax 8 qaşdı. Maşının sağ hissəsində heç bir zədə yoxdur. 2021-in C300-üdür, 2 motordur. 73 min yol gedib, 7 min dollardan çıxır aksiyona satışa. Lükü var 145-ci maşında. Bu maşının sağ hissəsidir. Bu maşının arxa hissəsi. Bu da sol hissəsi. Stanley qızdırıcısı var, rolla diz ayrabak atıb, bir də dam. Koji salondur, lükü var. Maşının Stanley qızdırıcısı da var. Bu bunun VIN nömrəsidir. 21-də bir kadın. Maşın çox gözəl maşındır da, yəni bunu əldən qaçırtmaq olmaz. Bir dənə qabaq far alınmalıdır. Qalan şeylər düzələcək. Bir dənə far alınacaq. Bir də paptres alınacaq. Hyundai Elantra. Maşının ön hissəsində heç bir zədə yoxdur. Maşının sağ hissəsində heç bir zədə yoxdur. 2021 Hyundai Elantra 2 motordur. 110 min yol gedib 2000 dollardan satışa çıxır. 69-cu maşında maşının lükü var. Açarsız daxil olma var. Maşına bir dənə arxa stop alınmalıdır. Arxa stopları alınacaq, bir də bufer alınacaq, arxa bufer. Bu da maşının sol hissəsi. Belə bir gözəl salonu var. Kör nöqtəsi də var, zolaq tanıması da var, multiroldur, Stanley qızdırıcısı da var. Bu bunun VIN nömrəsidir. Heç bir ayrabak atmıb, heç bir ayrabak atmıb. Maşın çox gözəldir.